Salam, mən bugün feyxuadan soyuq mürəbbə hazırlayıram. Bilirsiniz ki, feyxua C vitamin deposudur. Feyxuanı öncə yuyuruq, baş hissələrini kəsirik. Feyxuanın hər kilosu üçün mən 700 qram şəkər tozu götürürəm. Feyxua öncə ət maşınından keçirilir. Mən 2 kilo feyxuya götürmüşdüm və 1 kilo 400 qram şəkər tozu əlavə edib bunu yaxşıca qarışdırıram. Beş saat ərzində hazırlanmış mürəbbə tez-tez qarışdırılır ki, içindəki şəkər tozu ərisin. Hazır olmuş mürəbbəni steril olmuş bankalara doldurub soyuducuda saxlamaq lazımdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı və like etməyi unutmayın.